Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib. Ukraynanın müraciətlərə cavab olaraq Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım yola salınıb. Azərenerjinin təmin etdiyi güc transformatorları və generatorların ilk hissəsini daşıyan yük avtomobil kərvanı bugün Ukraynanın ölkəmizdəki səfirinin və Azərenerjinin nümayəndələrinin iştirakı ilə Qobu enerji qovşağının ərazisindən yola salınıb. Humanitar yükün tam çatdırılması məqsədi ilə ikinci yük avtomobil kərvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub. Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Ukraynanın ərazilərində enerji təminatında çox ciddi problemlər yaşanır. Bu məqsədlə Azərbaycan dövləti elektrik avadanlıqlarından ibarət növbəti yardımı göndərir. Azərenerji Səhmdar Cəmiyyəti tərəfindən bugün həmin yardımda 45 güc transformatoru və 50 generator göndərilir. Bizim üçün vacib yük, humanitar karvan göndərildi. Bu, xəstəxanalar, Ukraynanın enerji infrastrukturunun zərər çəkdiyi müəssisələri üçün nəzərdə tutulan enerji komponentləri və transformatorlar, generatorlardır. Bu, bizim dəyər verdiyimiz, həmişə xatırlayacağımız səmimi dostluğun təzahürüdür və buna görə biz həm Azərbaycan rəhbərliyinə, həm də Azərbaycan xalqına çox minnətdarıq.